Udemy dünyanın ən böyük təhsil platforması. Təsəvvür edin ki, bu təhsil platformasının tələbələrinin sayı 75 milyondan yuxarıdır və mən də daxil olmaqla hal-hazırda 75 mindən yuxarı həmin platformada, həmin təhsil mərkəzində müəllim, təlimçi fəaliyyət göstərir. Udemy-nin digər kurslarla müqayisədə çox böyük üstünlükləri var. Belə ki, məsələn, siz klassik kurslara gedirsinizsə, hər ay müəyyən bir məbləğ ödəməlisiniz. Əgər bu kurs keyfiyyətli bir kursdursa, məbləğ də yuxarı olur. Ancaq Udemy-dən kurs almaq kitab almaq kimidir. Necə ki, siz kitabı alanda, kitab mağazasında sadəcə bir dəfə ödəniş edirsiniz. Bax, eyni şəkildə Udemy-dən kurs alanda da ödəniş bir dəfə edilir və kurs ömürlük olaraq sizin olur. Təsəvvür edin ki, içərisində 20 saat, 30 saat və daha yuxarı dərs izahları olan kursları çox kiçik məbləğlər ödəməklə, məsələn, endirim zamanı 20-30 manat ödəməklə əldə edə bilirsiniz. Udemy davamlı olaraq özü də endirim edir, həm də təlimçilər özləri də müəyyən endirim kampaniyaları edə bilirlər və kupon kodları paylaşırlar ki, bu kodlar vasitəsilə siz kursları uyğun qiymətə əldə edə bilərsiniz. Ümumiyyətlə, proqramlaşdırma öyrənmək istəyirsiniz, xarici dil öyrənmək istəyirsiniz, hər hansı sertifikat alacaqsınız, hansısa bir imtahana hazırlaşırsınız və yaxud da deyək ki, informatikadan mənim kurslarım var, imtahanlara hazırlaşırsınız, birinci qrupa hazırlaşan abituriyentsiz, informatikadan hazırlaşmaq istəyirsiniz və yaxud MIQ sertifikasiyaya hazırlaşan informatika müəllimisiz. Bax, istədiyiniz sahə üçün Udemy-dən kurs tapmaq mümkündür. Çox böyük bir platforma olmasına baxmayaraq, təəssüflər olsun ki, Azərbaycanda bu platformanı o qədər də çox tanımırlar. Əslində, insanlar Udemy-nin faydasını görsələr və çox aşağı məbləğ ödəməklə həddindən artıq böyük bilik əldə elədiklərini bilsələr, Udemy-dən daha çox istifadə edərlər. Sadəcə dediyim kimi, bir çox insanların Udemy haqqında məlumatı yoxdur. Təsəvvür edin ki, siz Udemy-nin ən zəif kursunu belə tapsaz, ora ödədiyiniz məbləğdən daha çox bilik həmin kursdan yenə də əldə edə bilərsiniz. İndi keçək növbəti hissəyə, kompüterin ekranını paylaşacağım mən sizin üçün və özümün hazırladığı Udemy-də olan 2 kurs haqqında məlumat verəcəm. Bu arada Udemy-də hal-hazırda 4 dənə kursum var və növbəti üzərində işlədiyim kurs süni intellekt kursudur. Süni intellektlə bağlı, hansı ki ChatGPT, Gemini, Google Gemini və Notebook LM haqqında ümumi bir kurs hazırlamağa başlamışam. Növbəti kursumda o olacaq. Bu kurs hazır olanda yenə də sosial şəbəkələrdə məlumat verəcəm. İndi isə 2 kurs haqqında sizə danışacağam. Hansı ki, bu kurs birinci qrupa hazırlaşan abituriyentlər, riyaziyyat informatika alt qrupu üzrə və MIQ sertifikasiya imtahanlarına hazırlaşan informatika müəllimləri, yaxud da özlərini təkmilləşdirmək istəyən informatika müəllimləri üçün nəzərdə tutulub. İndi ekrana baxırıq. Birinci kursumuz informatika kursu müəllim və abituriyentlər üçün adlı kursdur. 39 saatdan yuxarı burada video material var. Təkcə videolar deyil təbii ki. Digər kurs isə Python və alqoritm abituriyent və müəllimlər üçün adlı Udemy kursudur. Siz udemy.com-a daxil olub Sübhan Musayev yazıb axtarmaqla mənim kurslarımı görə bilərsiniz. Əgər qiymət yuxarıdırsa, endirim kodlarından istifadə edərək aşağı qiymətlə, endirimli qiymətlə kursları əldə etmək mümkündür. Ümumiyyətlə, davamlı olaraq mən endirim kodları hazırlayıram, sosial şəbəkələrdə bunu paylaşıram və adətən endirim kodları il və ay şəklində olur. Məsələn, hal-hazırda endirim kodu 2025-11 şəklindədir. Məsələn, dekabr ayında endirim kodu 2025-12 şəklində olacaq. 2026-cı ilin yanvar ayında endirim kodu 2026-01 şəklində olacaq. Yəni, bu şəkildə endirim kodlarını hazırlayıram ki, kimsə endirimlə kursu əldə etmək istəsə, mənə nəsə yazmağa, kod axtarmağa ehtiyacı olmasın və avtomatik olaraq il-ay yazmaqla endirimlə kursu əldə edə bilsin. Növbəti mərhələdə keçəcəm. İndi mən sizə kurslar haqqında daha ətraflı məlumat verəcəm. Əgər dediyim kimi birinci qrupa hazırlaşan abituriyentsizsə və yaxud da informatika müəllimsinizsə, MIQ sertifikasiya imtahanlarına hazırlaşırsınız və ya özünüzü təkmilləşdirmək istəyirsinizsə, bu kurslardan istifadə edə bilərsiniz. Və kursun sağ tərəfində, baxın, bu informatika kursu müəllim və abituriyentlər üçün adlı kursdur. Sağ tərəfdə mündəricatı görürsünüz. Bu kitabın mündəricatı kimidir. Hər hansı bir bölməyə daxil olub oradan videolara baxa bilərsiniz, PDF-lərdən istifadə edə bilərsiniz, testləri endirə bilərsiniz, testləri işləyə bilərsiniz daha doğrusu. PDF-ləri endirib telefonda və ya kompüterdə istifadə etmək də olur. Digər kursa da qısa şəkildə baxsaq, Python və alqoritm müəllim və abituriyentlər üçün adlı kursdur gördüyünüz kimi və yenə də sağ tərəfdə mündəricat mövcuddur. Burada əsas məsələ
alqoritmin blok sxeminin qurulma qaydalarının və Pythonda kod yazma qaydalarının izahıdır. Digər kurs isə birinci qrup qəbul proqramını tam şəkildə əhatə edəcək formada hazırlanıb. Dediyim kimi 39 saatdan yuxarı video material var burada. Və indi gəlin mündərizətə baxaq. Giriş bölməsi, informasiya prosesləri, informasiyanın kodlaşdırılması miqdarının ölçülməsi, say sistemləri bax belə davam edir. Hər hansı bir bölmə, misal üçün informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi bölməsi, bu bölməyə daxil olduqda, baxın aşağıdan gördüyünüz kimi müxtəlif alt başlıqlar açılır. Bunlardan baxın qabağında görürsünüz video işarəsi olanlar var. Qabağında qarşısında video işarəsi olanlar videolardır. Deməli 1, 2, 3, 4, 5, 6, 7 dənə video bu bölməyə aiddir. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi. Və aşağıda gördüyünüz kimi bir dənə də pratik testi var. Mövzunu öyrəndikdən sonra həmin pratik testindən də istifadə edə bilərsiniz. Hal-hazırda burada açıq olan video paragraf 2.3 ASC Unicode sistemləridir. Burada videonun səsini kəsəcəm və məsələn burada bu şəkildə qabağa çəkim. Videonu izləyib rahat şəkildə mövzunu öyrənə bilərsiniz. Səsi kəsmişəm, ona görə danışığı siz eşidə bilmirsiniz. Burada videonu saxladım və baxın ön tərəflərdə belə video izahlar və s. bir çox şeylər görə bilərsiniz. Pratik testi nədir? Testləri necə işləmək lazımdır? Testin sadəcə üzərinə vurmaq yetərlidir. Və bundan sonra, indi mən testi əvvəlcədən nümunə üçün yoxlamışam, ona görə belə bir nəticə verir. Testə təkrar gir deyəndə test işləməyə başlayır. Burada pratik modu, sınav modu, 2 dənə mod var. Sınav modu daha yaxşıdır. Testlə bağlı sizə məlumat verir, sonra da testə başla deyib testi işləyə bilirsiniz. Bunun üzərində çox qalmayacağım və gedək məsələn digər böyük bölmələrdən birinə baxaq. Alqoritm, daha sonra gördüyünüz kimi proqramlaşdırma Python. Bunun da tərkibinə keçəsi olsanız görəcəksiniz ki, baxın burada videolar daha çoxdur. Niyə burada videolar daha çoxdur? Çünki həm abituriyentlər üçün, həm də informatika müəllimləri üçün Python çox önəmli bölmədir. Ona görə burada videoların sayı daha çoxdur. Hər hansı bir gördüyünüz kimi qaynaqlar var burada. Bunların da üzərinə vursaz endirə bilirsiniz, PDF-lərdən istifadə edə bilirsiniz. Və aşağıya doğru gəlirəm. Burada gördüyünüz kimi bölüm 21 testlər mövcuddur. Bu testlərin də üzərinə vursaz uyğun olaraq testlər açılacaq mövzular üzrə. Hər bir mövzunu öyrəndikdən sonra, videoya baxdıqdan sonra, PDF-dən istifadə etdikdən sonra gəlib buradan həmin mövzunun testini tapıb işləyə bilərsiniz. Baxın, məsələn, ASC Unicode elə bunu açıram, üstünə vurdum. Sınava davam et deyir. Sizdə davam et yazmayacaq. Mən əvvəlcədən bunu işləmişəm. Bax, sual verir. Aşağıdakılardan hansı simvolların kodlaşdırma sistemidir? Buradan ASC-ni seçdik. Cavabı kontrol et deyirsiniz. Düzgündür. Və irəli deyib növbəti suala keçirsiniz. Növbəti sualda cavab seçilib, əvvəlcədən baxdığıma görə yenə irəli, bax bu şəkildə cavabları seçərək davam edə bilərsiniz. Dördüncü sual, simvolların kodlaşdırılması üçün istifadə edilən Unicode sistemi üçün əlifbanın gücü nə qədərdir? Normalda cavab 65536-dır, amma səhv seçirəm A variantı və cavabı kontrol et deyirəm, bax yanlış deyir. Bunu niyə belə hazırlayıblar Udemy-də? Bax, fikirləşirlər ki, əgər sən hər hansı bir testi yaza bilmirsənsə, təzədən qayıdıb PDF-ə və ya videoya müraciət etməlisən və bunu öyrənməlisən. Öyrənəndən sonra, artıq düzgün cavab biləndən sonra növbəti sualları da işləyə bilərsiniz. Təbii ki, əgər cavabı səhv yazmış olsaz belə, bu sualın cavabını səhv yazıram, yenə soruyu atla deyib növbəti suala keçə bilərsiniz. Belə. Testlər haqqında da bu qədər, başqa danışacağım bir şey yoxdur. Aşağı hissədə testlərdən bəzilərinin video izahı var və bildiyiniz kimi abituriyent qəbul proqramı ilə MIG sertifikasiya proqramı biraz fərqlidir. MIG sertifikasiyada bəzi bölmələr var ki, onlar abituriyentlərə düşmür və siz baxın, əgər informatika müəllimisinizsə, bölmə 23-də olan bölmələri də əlavə olaraq öyrənməlisiniz. İnformatika müəllimləri üçün yazılıb gördüyünüz kimi. Bunun da tərkibinə keçsəz, burada da müxtəlif videolar, PDF materiallar görəcəksiniz. Və Udemy-dən ola bilər ki, siz tamamilə başqa bir kurs almaq istəyirsiniz. Ümumiyyətlə, mənim kursum deyil bu. Baxın, siz kursu almamışdan əvvəl bu mündərizatı görə bilirsiniz. Kursun tərkibində nə var, nə yox, özünüz əvvəlcədən baxa bilərsiniz, kursu dəyərləndirə bilərsiniz. Və ən yaxşı xüsusiyyət bilirsiniz nədir? Kursdan istifadə edən tələbələr kursa bal verirlər və rəylər yazırlar. Siz kurs haqqında məlumatlara baxanda maksimum 5 ulduzdur bu arada. Yəni, məsələn, taksi xidmətləri bir çox yerlərdə bunu görürsünüz onsuz da. Kursdan istifadə edənlər də kursu qiymətləndirir. Maksimum bal 5 baldır. Ümumiyyətlə 4-dən yuxarı, əgər reyting 4-dən yuxarıdırsa, bu kurslar yaxşı kurs hesab olunur.
Həmçinin baxın 827 öğrenci yazıb burada. Ümumi bu kursumu əldə edənlərin sayı 827 nəfərdir. Ümumi 39 saatdan çox video material var burada. Bunu da gördüyünüz kimi qeyd edib. Siz dediyim kimi kursu almadan da, məsələn, digər başqa bir kurs almaq istəyirsiniz, bu məlumatlarla tanış ola bilirsiniz. Kursun mündəricatına baxa bilirsiniz. İçində nə var, nə yox, görə bilirsiniz. Yəni, əgər başqa bir kurs almaq istəsəz, hər hansı tutaq ki, proqramlaşdırma dili öyrənmək istəyirsiniz, ingilis dili kursu alırsınız və s. Əvvəlcə bu reytinqə baxın, rəylərə baxın və rəylərdə nə yazıblar ona baxın. Kursu istifadə edənlər bəyənirmi, bəyənmirmi? Ondan sonra əgər hər şey qaydasındadırsa, kursu əldə edin. Keçək növbəti kursa. Növbəti kurs Python və alqoritm, abituriyent və müəllimlər üçün olan kursdur. Və biraz əvvəl dediyim kimi burada əsas hədəf Pythonda kodların yazılmasını videodan da görürsünüz və alqoritmin blok sxeminin qurulmasıdır. Və mündəricatla sizi tanış edeyim. Gördüyünüz kimi giriş, kursun məqsədi və nə öyrənəcəksiniz. Burada onunla bağlı qısa bir 6 dəqiqəlik video var. Növbəti hissədə lazım olan proqramlar. Bax, blok sxemlərin qurulması üçün Flowgoritm, Pythonda kodların yazılması üçün mən PyCharm istifadə edirəm. Bu proqramlardan necə istifadə etmək lazımdır, necə endirməlisiniz, bunlarla bağlı videolar var burada. Sonra növbəti hissədə xətti alqoritmlər üçün blok sxemlərin qurulması, budaqlanan alqoritmlər üçün blok sxemlərin qurulması, dövrə alqoritmlər, daha sonra qarışıq alqoritmlər üçün blok sxemlərin qurulması və ən sonda bölmə 7 yazılı həll tələb edən tapşırıqlar. Baxın, bura əgər daxil olsanız, burada bölmə haqqında ümumi məlumat videosu görəcəksiniz və bu videonu əgər izləsəz, ondan sonra növbəti hissəyə keçirsiniz. Növbəti hissədə yazılı həll tələb edən tapşırıqlar gəlir. Alqoritm və Python. Burada sınava davam etdirirsiniz və baxın, belə suallar gəlir. X dəyişəninin qiyməti daxil edildikdə ifadəsinin qiymətini hesablayan blok sxem qurun. Burada təbii ki, siz blok sxemi qurub cavab olaraq göstərə bilməyəcəksiniz. Ona görə hansı testi həll edə bildinizsə, bax, tapşırığı həll etdim. Həll edə bilmədinizsə, həll etmədim yazırsınız ki, sonra qayıdıb baxanda hansını yazmısınız, hansını yaza bilməmisiniz, görə biləsiniz. Və bundan əlavə sonuncu bölməyə baxın. Sonuncu bölmə, gəl bunun tərkibinə keçək. İnformatika plus video dərslər kitabında olan yazılı tapşırıqların həlli. Yəni, bu normalda kitabda olan tapşırıqlardır. Burada öz kitabımda olan tapşırıqlardır. Burada əlavə eləmişəm. Siz baxın, yuxarıdan tapşırıqları işləyəndən sonra və ya daha yaxşı olar ki, işləməmişdən əvvəl video izahlara baxa bilərsiniz. İndi diqqət eləyin, bu bölmədə nə öyrənəcəksiniz? 9 dəqiqəlik bir videodur. Videoya baxırsınız ki, bu bölmənin mahiyyəti nədir, məqsədi nədir? Daha sonra baxın, burada nömrə 5 yazılıb. Bu o deməkdir ki, içəridəki 5 nömrəli tapşırığın video izahıdır bu. Bunun üstünə vurursunuz və 5 nömrəli tapşırığın video izahını izləyə bilirsiniz. İndi səsi kəsmişəm, səs mane olmasın deyə. Bax, burada artıq blok sxem necə qurulmalıdır, məntiqi nədir, necə yanaşma eləməliyik? Həm Flowgoritmdə, həm də kağız üzərində necə qurmaq lazımdır, imtahanda necə qurmaq lazımdır, onları izah edirəm. Aşağıya doğru düşəsi olsanız, baxın 20, 22, 24 bütün tapşırıqların izahı yoxdur. Yəni siz özünüz də fikirləşməlisiniz. Bütün tapşırıqların izahı olsa bunun bir mənası olmaz onsuz da. Siz buradakılara baxıb digərlərini də özünüz fikirləşib yazmağı bacarmalısınız. Çünki imtahanda heç kəs sizə kömək eləməyəcək. Burada yazmağı öyrənirsiniz, işin məntiqini tutursunuz. Daha sonra da digərləri üzərində praktik edirsiniz. Məsələn, 100-dən yuxarı olan nömrələrdən biri. Məsələn, 106 var burada. 106-ya baxaq görək. 106 nədir? Pythonda kodun yazılmasıdır. Burada da biraz qabağa çəkirəm. Bax, riyazi məntiqini izah edirəm video formatında. Daha sonra da kodun yazılma qaydasını göstərirəm, izah edirəm. 100-dən sonraki tapşırıqlar biraz daha çətin tip tapşırıqlardır. Onlara da təbii ki, riyazi məntiqini başa düşsəz, Pythonu tam olaraq öyrənsəz, orta məktəb proqramı səviyyəsində yazmaq mümkün olur bunlarda. 150 nömrəli tapşırıq növbəti tapşırığımızdır. Bir dənə buradan da nümunə olaraq baxaq. Tapşırıq və onun həlli. Qabağa çəkirəm. Bax belə, bu şəkildə. Bu kurs haqqında da danışacaqlarım bu qədərdir. Dediyim kimi, endirim kodları il və ay formatındadır. Udemy.com-a daxil olursunuz, qeydiyyatdan keçirsiniz, axtarış yerində Sübhan Musayev yazanda mənim bütün kurslarım görünəcək. Hal-hazırda 4 dənə kursum var. Növbəti planım süni intellektlə bağlı bir təlim kursu hazırlamaqdır. Hər kurs üçün endirim kodu standartdır. İl və ay şəklində. Məsələn, bu ay üçün 2025-11. Dekabr ayı üçün 2025-in dekabr ayı üçün 2025-12. 2026-nın yanvar ayı üçün endirim kodu 2026-01 olacaq. Fevralda 02 və s. bu qaydada.
İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Əgər kursu kimsə alıbsa və ya bundan sonra alacaqsa, ümid edirəm ki, bəyənəcəksiniz, işinizə yarayacaq.